arzuların boy atdığı gündür. Gecə tezi bizim silahlı qüvvələrimizin Şuşa yaxınlıqlarına çıxması bu yalnız zaman məsələsi idi. Yaşasın canavarlı başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Əvvəlcə Vətən müharibəsində qazanılan qələbənin 5-ci il dönümünə həsr olunmuş video şərh nümayiş olunub. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aytkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva, Özbəkistan Respublikasının Prezidentinin Dövlət Müşavirinin mavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci mavini Müfti Hacı Salman Musayev çıxış ediblər. Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-İslam icmaları da forumda iştirak edirlər. Forumla bağlı onun aktuallığını artıran önəmli məqamlardan biri də ondan ibarətdir ki, biz bugün din sahəsində dövlət-din münasibətləri ilə bağlı ölkəmizdə aktual olan mövzuları demək olar ki, hamısını forumun panellərinə müzakirə formasında birgə fikir mübadiləsi aparmaq üçün nəzərdə tutmuşuq. Forum çərçivəsində multikultural dəyərlər sistemi, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri, rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları, qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi, müasir metod və innovativ yanaşmalar və qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu mövzularında panel müzakirələri təşkil olunub. Panel müzakirələrdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bugün bu forumun keçirilməsi ölkəmizdəki dinindən asılı olmayaraq bütün dindarların bir araya gəlməsi, onların qarşılıqlı münasibəti, dinlər arası qarşılıqlı hörmətin bir daha yenidən bərqərar olunması, gələcək nəsillərə bu sivilizasiyanın, bu mədəniyyətin, bu adət-ənənənin ötürülməsində böyük bir töhfə verəcəkdir. Bütün bunların hamısının məqsədi ölkəmizdə dinin dövlətdən deyil, yəni ikisinin bir arada, bir mütəşəkkil harmoniya içərisində inkişafına bir dəlalət edir. Rahim Əkrimoğlu, Atabey Səyyad, Elşad Heydərov, NTV Xəbər Bakı.